Hardayam, yenə terasın qırağındayam. Sitimdən qəşəng. Hansı terasın qırağı? Hökməli Qov yolunda. Yurd restoranı, nə bilim, aptek, dükan, dönərxana, bazar, yəni hər şey var infrastrukturu cəhətdən hər şey var. Yoldan 30 metr, 20 metr məsafədədir. Yeri gözəl, evin özü gözəl, tam əşyalı, heç nə götürməyəcək evin içərisinə. Evdən tanış olmaq, evin qiymətinə görə ideal qiymətdir. Bax ev budur. Nə görürsən içərisində hamısı qalacaq. Bax divandır, nəm stol stuldur, divan qabağındakıdır. Yəni hər şey qalacaq. Köç, paltarlar götür, gəl yaşa. Yəni bu qiymətə görə çox ideal variantdır. Yəni bugünkü gündə 3 otaqlı, yol qırağı ev tapmaq çətin məsələdir. Bax içəridə nə qədər nə görürsə, hamısı qalacaq. Rafat təzə, hər şey təzədir. Demək olar ki, hər şey təzədir, istifadə olunmayıb. Burada da bir dənə yataq otağı da ölçüləri çox yaxşıdır. Pəncərələr arası məsafə gözlənilib. Bütün otaqların radiatoru var. Al, bu gün köç. Ya bir ay gözləməyə ehtiyac yoxdur. Alırsan, elə həmin gündə açar verir ki, köç, təhvil yaşa. Tamam sanuzeldir, genişdir, duş kabinində yığdıra bilərsən. Yəni çox genişdir. Burada da bir dənə nədir? Mətbəxdir. Mətbəx mebelləri içərisində qalacaq. Xaldeniki, paltaryanı, hər şey var. Qaspeci, hər şey var. Wi-Fi-ı, yəni hər şey mövcud var. Belə bir dənə göstərək. Koridor sistemdir. Həyəti də genişdir. Baxın, qazı, suyu, işığı, şotçiklərin üçü də var. Üçü də mövcuddur. Həyətinə 2 maşın rahatlıqdan daxil olur. Plus, baxın, ölçüsü yaxşıdır. Podvalda genişli rahat girmək olur podvalına. Pneumatikası ayrı, kombisi ayrı, motoru, gidroforu, su çəni, yəni hər şeyi var. Yəni bugünkü gündə belə qiymətə ev tapmaq çətin məsələdir. Siz də eviniz varsa satmağa fikirləşirsizsə, bir dənə zəng eləyin, gələk yaxınlaşaq, 2 gün, 3 günə həlləyəyək. Yəni bu qiymətə görə ideal variantdır. Yəni başqa qiymətlər də evlərimiz çoxdur. Ucuz qiymətdən baha qiymətə qədər. Sağ olun.